6-cı sualda bizə deyilir ki, bölən 7 olarsa, alına bilən qalıqların cəmini tapın. Uşaqlar, bölən 7-dirsə, biz bilirik ki, qalıq həmişə böləndən kiçik olur. Yəni, qalıqlar belə olacaq. 1, üstəgəl 2, üstəgəl 3, üstəgəl 4, üstəgəl 5, üstəgəl 6. Yəni, bölən 7-dirsə, qalıqlar böləndən kiçik olduğu üçün 7-dən kiçik olmalıdırlar. Bərabərdir. 1 ilə 2-ni 3, 3 ilə 3-ü 6, 6 ilə 4-ü 10, 10 ilə 5-i 15, 15 ilə də 6-nı 21 eləyir. Deməli, burada cavabımız olacaq 21 Y variantı. Gələk 7-ci sualımıza. Bizə bir tənliklər sistemi verilir burada, uşaqlar. Tənliklər sistemini həll etməliyik. Baxın, tənliklər sistemini həll etmək üçün biz onların uyğun dəyişənlərinin əmsallarını eyniləşdirməliyik. Burada həmin işə ehtiyac yoxdur. Niyə? Çünki B-lərin əmsalları, baxın, B-ləri görürsünüz, B-lərin əmsalları eynidir. Ona görə də biz bunları sadəcə olaraq toplayaq. Toplayanda mənfi B ilə müsbət B bir-birini aparır 0-a, qalır A ilə 3A-nı toplayanda 4A, bərabərdir 1 ilə də 3-ü toplayanda 4. Buradan A bərabərdir, 4-ü 4-ə bölüb 1 alarıq. Düzdürmü? İndi A-nı 1 aldıq da, gətirək yerinə qoyaq hər hansı bir tənlikdə. 1 çıxılsın B bərabərdir 1. 1-dən nəyə çıxanda 1 eləyir? 0-ı çıxanda. Demək ki, B 0-dır. İndi bizə deyir ki, A kubu çıx B kubunu tapın. A kubu çıx B kubu. Bu da 1-in kubu çıx 0-ın kubu deməkdir. 1-in kubu 1 eləyir, 0-ın kubu da 0 eləyir. Bunlar da çıxanda 1 eləyir. Cavab A variantı olacaq. 8-ci sualımıza gələk. Görək 8-ci sualda nə deyilir? İki ədədin fərqi 20-dir. Cəmi 46-dır. Onların hasilini tapın. Bu da hal-hazırda elədiyimiz tənliklər sistemi ilə eynidir. İki ədədin fərqi 20-dirsə, yazacağıq ki, A çıxılsın B bərabərdir 20. Cəmi də 46-dırsa, yazacağıq ki, A üstəgəl B bərabərdir 46. Bunlar toplayanda nə alınacaq? Mənfi B və müsbət B bir-birini aparacaq. A ilə A-nı toplayanda 2A. Bərabər 20 ilə 46-nı toplayanda 66. A da bərabərdir 66-nı 2-yə bölək 33. Demək ki, A oldu 33. İndi bax, gətirək bunu hər hansı bir tənlikdə, məsələn, birinci tənlikdə yerinə yazaq. A-nın yerinə 33 yazıram. Çıxılsın B bərabərdir 20. 33-dən nəyi çıxanda 20 eləyir? 13-ü çıxanda. Beləliklə də B oldu 13. İndi deyir ki, bunların hasilini tapın. Yəni A vurulsun B-ni tapın. A 33, B isə 13-dür. 33-ü 13-ə vuranda 10-u 33-ə 330. Üstəgəl 3-ü də 33-ə 99. O da bərabərdir. 0 ilə 9-u 9 eləyir. 3 ilə 9-u 12, 1 yadda. 3-ü də 1, 4 olacaq. 429 B variantı olacaq cavabımız.